Qədir gecəsinin sonuncu 20 dəqiqəsi. Fərq eləməz, evdə olsunuz, məsciddə olsunuz, kimlərsə nə vaxtsa buna qulaq asacaq, ziyarətgahda olacaq, fərq eləməz. Axırıncı 20 dəqiqə Qədir gecəsinin 20 dəqiqəsi cəmaatla deyil, təkdir. Yəni bizdə bəzən belə fikir formalaşır ki, biz bütün əməlləri birlikdə neynədik, elədik, qutardı. Yox, elə deyil. Bu gecə özünüzə də vaxt ayırın, fərdə vaxt ayırın, şəxsiyə vaxt ayırın, xəlvətə vaxt ayırın. Bu gecə Allahla özünüzə vaxt ayırın. Axırıncı 20 dəqiqə. Məsələn, indi 6-ya məsələndə 10 dəqiqə qalmışdısa imsak, 6-ya yarısından artıq yeməyinizi, içməyinizi, hər şey qutarın. O 20 dəqiqəni çəkilin bir dənə xəlvətə, evdə süzsə müsəllavıza çəkilin, yəni namaz qılan yeriniz vardı evdə, çəkilin ora, bu addımları orada eləyin. Bir haradasa 5 dəqiqə bu sözü deyin, Allahümmə fərrix qəlbi lək. Bir 5 dəqiqə bu zikri deyin. Azərbaycanca demək istəyirsən, Azərbaycanca de. Denən, ey Allah, ürəyimi özün üçün boşalt. İlahi, ürəyimi özün üçün boşalt. Ürəyimi özün üçün boşalt. Bu sözləri deyin. Yəni, ürəyimi ilahi verirəm sənə, bu gecə verirəm sənə. Bu gecə istəmirəm ürəyimi.